Salam dostlar. Dünənki böyük qələbədən sonra Qurban Qurbanovun əsas fikirləri. Birincisi, balaca futbol olmayan ölkənin komandasının Çempionlar Liqasının liderləri arasında olması böyük bir uğurdur. Və Qurban Qurbanov bir daha qeyd elədi ki, bu uğurlara məhz Qarabağ adlı klubda qazana bilər. Bu klubda ki, özünə inanır, öz futbolçularına inanır və klubun adı artıq böyük qələbədir. Və klub naminə böyük qələbələrə vuruşurlar, oynayırlar və ola bilər indi 2 qələbədən sonra çox şey demək olar, amma qabaqda hələ 6 oyun var. Qabaqda çox çətin İspaniya oyun var. Düzdür, yada salmaq lazımdır. Atletico ilə vaxtilə biz heç-heçə oynamışdıq İspaniyada. İndi Atletico ilə oynayırıq. Ola bilər ki, bu 3-cü qələbə olsun. Ola bilər ki, başqa nəticə olsun. Amma Qarabağa biz inanırıq. Uğurlar.